Əziz xərçənglər və yüksələn xərçənglər. 2025-ci ilə yavaş-yavaş vida edərkən, bugün birlikdə 2026-cı ilinizi danışacağıq. Bu yeni ildə Jupiterin 2 dəfə bürc dəyişməsi, Satürn, Neptun və Uranusun önəmli keçidləri, sizin yeni ay və dolunay dövrləriniz, planet geriləmələri və tutulmalardan aldığınız təsirlər bir yerə toplanaraq olduqca diqqət çəkən bir göy xəritəsi yaradır. İndi hazırsınızsa, 2026-cı il üçün sizin üçün nə vəd etdiyini addım-addım izah etməyə başlayıram. Əvvəlcə bunu deyim. Bu ilin ən şanslı bürclərindən biri sizsiniz. Xüsusilə yüksələn xərçənglər üçün 12 ildən bir gələn xüsusi bir döngə var. 2025 iyunundan 2026 iyunun sonuna qədər həyatınızla bağlı bir çox sahədə yeni başlanğıclar, önəmli addımlar və fürsətlər gündəmdə olacaq. Sanki torpağa yeni toxumlar əkirsiniz. Hansı mövzuda hərəkətə keçsəniz, qarşınıza dəyərləndirə biləcəyiniz imkanlar çıxa bilər. Bir çox insan çətinlik yaşayarkən, siz eyni dövrü daha rahat aşa bilərsiniz. Psixoloji baxımdan özünüzü daha güclü hiss edə, başqalarının asanlıqla çata bilmədiyi fürsətlərlə qarşılaşa bilərsiniz. Bəlkə hazırda özünüzü bu qədər güclü hiss etmirsiniz. Çünki Jupiter hazırda geri hərəkətdədir. Amma 11 martda Jupiter düz hərəkətə keçən kimi 30 iyun 2026-ya qədər həyatınızla bağlı atmaq istədiyiniz addımların qarşısınızda daha aydın göründüyünü hiss edəcəksiniz. Amma hər zaman dediyim kimi, şans qapınıza əlində çantası ilə gəlib, "Salam, mən gəldim" deyən bir qonaq deyil. Çox şanslısınız deməyimiz, heç kimin zəhmətsiz, əziyyətsiz hər şeyin ayağına gələcəyi anlamına gəlmir. Ona görə də, əziz xərçənglər, İlk növbədə bu vərdişləri bir kənara qoymağınız lazımdır. Təxirə salmaq, tez incimək, mızmızlıq. Artıq həyatınız üçün addım atma, mən də varam demə zamanıdır. Yeni işə başlamaq istəyirsiniz? Oturmayın, hərəkətə keçin. Uzun zamandır danışmadığınız dostlarınız var. Telefon dəftərinizi açın, mesaj yazın, zəng edin. Nə var, nə yox deyin. Həm onları xatırlayın, həm də özünüzü xatırladın. Yeni insanlarla tanış olmaq istəyirsiniz? Dost çevrənizdən, qohumlardan, ailənizdən dəstək istəyin. Yəni şərtlər və imkanlar bu dövrdə sizin lehinizədir. Amma onları istifadə etmək tamamilə sizin öz əlinizdədir. Ətrafınızdakılara nə istədiyinizi, nə qədər açıq və aydın desəniz, nəticələrlə bir o qədər tez qarşılaşarsınız, əziz xərçəng və yüksələn xərçənglər. Bu baxımdan 3 yanvar tarixi olduqca diqqət çəkicidir. O gündəki dolunay məhz bu dediyim mövzuları sürətləndirə bilər. Ardınca 9 iyunda Venera ilə Jupiterin bürcünüzdə qovuşması, pul və zövq planetlərinin sizin evinizdə birləşməsi deməkdir. Ev, ailə, yuva, münasibətlər, baxış bucağınız və maddi mövzularda çox gözəl fürsətləri qarşınıza çıxara bilər. Şimdidən necə dəyərləndirə bilərəm planları qurmağa başlaya bilərsiniz. 30 iyuna qədər başlatdığınız hər təşəbbüs, gördüyünüz hazırlıq və atdığınız addımlar çox önəmli olacaq. Çünki bu dövr əməl etmə, hərəkətə keçmə zamanıdır. 30 iyundan sonra isə Jupiter Aslan bürcünə keçərək pul evinizdə hərəkət etməyə başlayır. 30 iyundan 2026 iyunun sonuna qədər maddi baxımdan bərəkətli, qazanma potensialınızın yüksəldiyi bir prosesə girirsiniz. Uzun zamandır verdiyiniz zəhmətin qarşılığını həm maddi, həm mənəvi olaraq görməyə başlaya bilərsiniz. İşdən əldə etdiyiniz gəlirlər arta bilər. Yatırımlarınızın geri dönüşü üzünüzü güldürə bilər. Birja, valyuta, spekulativ yatırımlar və ya ticarətlə məşğulsunuzsa, bu sahələrdə də şansınız yüksək olacaq. Cibinizə girən pul sizi sevindirə bilər. Amma pul mövzusunda həddindən artıq ilişib qalmamağa da diqqət etməlisiniz, əziz xərçəng və yüksələn xərçənglər. Xüsusilə 2026-nın ikinci yarısı, bəli, gözəl qazanıram, amma eyni zamanda xərclərim də artır dediyiniz bir dövr ola bilər. Yəni, gəlir artırkən, xərc tərəfini də düzgün idarə etməyiniz lazımdır. Gücü və pulu necə istifadə etdiyiniz bu ilin ən önəmli dərslərindən biri olacaq. Xüsusilə 20 iyul ətrafında iqtisadi baxımdan bəzi gərginliklərə, krizlərə açıq ola bilərsiniz. Həm öz gücünüzü necə istifadə etdiyinizi, həm də ətrafınızdakı insanların güclə olan münasibətini daha aydın görəcəksiniz. Mümkün qədər güc savaşlarından, mütləq mənim dediyim olsun tipli dartışmalardan uzaq durmağa çalışın.
pul qazandığınızda, əl-qolunuz genişləndikdə, ətrafınızdakı insanlara da dəstək olmağı unutmayın. Onsuz da empati qabiliyyəti yüksək, duyğusal və köməksevər bir bürçsünüz. Amma bu il zaman-zaman belə düşünə bilərsiniz. İllərdir verirəm, bəs mən nə alıram? Məhz bu nöqtədə artıq yalnız özümü düşünüm demək yerinə, balansı pozmadan yenə paylaşımçı tərəfinizi qorumağınız lazım olacaq. Göy üzü sizə egoistlikdən uzaq durmağı, başqalarını düşünməyə davam etməyi tövsiyə edir. Satürn təsiri. Karyera və məsuliyyətlər. İndi bu şanslı təsirlərdən sonra keçək Satürn tərəfinə. Satürn artıq sizin gələcək planları evinizdən çıxır. Balıq bürcündə olarkən səyahətlər, təhsil, xariclə bağlı işlər və həyat fəlsəfənizlə əlaqəli mövzuları sınamadan keçirdi. Son 2,5 ildə həyata baxışınızda zaman-zaman daralma, ümidsizlik hissi və ya mən hara gedirəm sorğusu yaşamış ola bilərsiniz. Universitet tələbəsinizsə və ya imtahana hazırlaşan bir gəncsinizsə, bu müddətdə həm təhsil, həm hazırlıq mərhələsində çətinliklərdən keçmiş olma ehtimalınız yüksəkdir. Satürn bu sahədən keçərkən, az tanıdığınız insanlarla qurduğunuz münasibətlərdə, xaricilərlə əməkdaşlıqlarda, xarici ölkə mövzularında sizə əslində nəyin yaxşı gəlib, nəyin gəlmədiyini göstərməyə çalışdı. İndi bu dərslər yavaş-yavaş tamamlanır. 14 fevralda Satürn Qoç bürcünə keçir və sizin peşə, karyera evinizə yerləşir. Qarşıdakı 2,5 illik zaman kəsiyində iş həyatınızda, mövqeyinizdə, statusunuzda çox daha aydın yüzləşmələr yaşayacaqsınız. Sizi nə xoşbəxt edir? Hansı mühit sizə yaramır? Hansı iş sizə dar gəlir? Bunları görəcəksiniz. Təxminən 7 il əvvəl başlatdığınız işlərin, atdığınız addımların nəticələri, istər yaxşı, istər çətin, bu dövrdə qarşınıza çıxa bilər. Sistemli çalışmısınızsa, zəhmət vermisinizsə, intizamlı davranmısınızsa, indi meyvə toplama zamanı ola bilər. Amma hər şeyi axarına buraxmısınızsa, onsuz da bir şəkildə gedər, deyib məsuliyyətdən qaçmısınızsa, indi müəyyən silkələnmələr, yenidən qurulmalar gündəmə gələ bilər. Bu ev eyni zamanda ana tərəfi ilə bağlı məsuliyyətləri də özündə cəmləyir. Evlilik, yeni status dəyişikliyi, həyat yoldaşınızın ailəsi, öz valideynlərinizin məsuliyyətləri bu dövrdə daha çox gündəminizə gələ bilər. Satürn Qoç bürcündə olarkən sizə bunları öyrədəcək, əziz xərçənglər. Güc kimdədir? Öz egonuzu necə istifadə edirsiniz? Səbirsiz davranırsınızmı? Tələsik qərarların nəticəsi nə olur? Aprel ayında karyeranızla bağlı önəmli açılımlar devrəyə girə bilər. Amma 17 apreldəki yeni ay və 17, 18, 19, 20 aprel tarixləri özünüzü əlləriniz, qollarınız bağlı kimi hiss edə biləcəyiniz, təşəbbüslərinizdə maneələrlə qarşılaşa biləcəyiniz günlər ola bilər. Bu günlərdə biraz daha sakit, kontrollu irəliləməyinizdə fayda var. Uranus və kadersel sahəniz, gələk Uranus təsirinə. Uranus indiyə qədər sosial çevrənizi, dost mühitinizi və daxil olduğunuz qrupları xeyli dəyişdirdi. Əvvəllər yanınızda olan bir çox insanın bugün həyatınızda olmadığını fərq edə bilərsiniz. Son illərdə çevrənizin sanki tamamilə yeniləndiyini görmüş ola bilərsiniz. İndi isə 26 apreldə Uranus Əkizlər bürcünə keçir və sizin kadersel, şüuraltı sahənizə daxil olur. Qarşıdakı 7 ildə görünməyən planda, pərdə arxasında, ruh dünyanızda sürətli və gözlənilməz dəyişikliklər yaşana bilər. Şuur səviyyəniz yüksələcək. Hadisələrə çox fərqli bucaqlardan baxmağa başlayacaqsınız. Ruhsal çalışmalar, terapiya, meditasiya, şüuraltı üzərində iş, spiritual sahələr bu dövrdə sizə yeni qapılar aça bilər. Niyə belə oldu? Niyə olmadı? Deyə illərdir başınızı qatdığınız bir çox mövzunun əslində sizin üçün nə qədər xeyirli olduğunu fərq edə bilərsiniz. Bəzi şeylərin reallaşmamış olmasına belə şükür etdiyiniz vəziyyətlər yaşaya bilərsiniz. Tutulmaların təsirləri. Tutulmalar tərəfinə baxanda, 3 martdakı tutulma sizi yaxın çevrənizə yönəldəcək. Qohumlar, qardaşlar, bacılar, qonşular, yaxın dostlarınızın həyatında önəmli inkişaflar baş verə bilər. Ünsiyyət, satış, reklam, tanıtım, marketinq, təhsil, logistika, radio TV və nəqliyyat kimi sahələrdə işləyirsinizsə, bu tutulma ilə birlikdə işinizdə sürətlənmə, yeni qərarlar, əhəmiyyətli başlanğıclar görə bilərsiniz. 28 avqustda baş verəcək tutulma isə
Səyahət və uzaqlarla bağlı sahəni hərəkətə gətirəcək. Uzaq şəhərlər, xarici ölkələr, uzun yolçuluqlar, təlimlər, məhkəmə işləri, rəsmi proseslər, ticarət bağlantıları. Bu mövzularda sürətli inkişaflara, ani xəbərlərə açıq olacaqsınız. Uzun müddətdir gözlədiyiniz bir təhsil nəticəsi, məhkəmə qərarı və ya işinizlə bağlı önəmli bir addım bu dövrdə qarşınıza çıxa bilər. Xüsusilə may və avqust ayları bu tip mövzularda hərəkətli görünür. Merkuri, yeni ay və münasibətlər. Əlinizi biraz tez tutmağınızda fayda var. Çünki 29 iyununda Merkuri bürcünüzdə retro hərəkətə başlayacaq. 9 iyun ətrafı çox gözəl təsirlər altında olsanız da, 29 iyun 44 iyul arasında özünüzü ifadə edərkən yanlış anlaşılmalara, tələsik qərarlara, köhnə mövzuların yenidən gündəmə gəlməsinə açıq ola bilərsiniz. Bu dövrdə böyük addımlar atmadan öncə 2 dəfə düşünmək faydalı olacaq. 14 iyuldakı yeni ay isə kam mənası ilə sizin yeni ayınızdır, əziz xərçəng və yüksələn xərçənglər. Həyatınızla bağlı artıq belə olsun dediyiniz nə varsa, bu yeni ayla birlikdə devrəyə girə bilər. Amma yeni addımları Merkuri retrosunun bitdiyi iyulun 24-cü günündən sonra atmağa çalışmanız daha sağlam olacaq. 30 iyunda baş verəcək dolunay isə xüsusi həyatınıza, münasibətlərinizə və ortaq işlərə dair əhəmiyyətli qərarları önə çıxara bilər. Evlənmək, söz nişan, münasibəti rəsmiləşdirmək kimi mövzular xüsusilə iyun ayı ümumində və iyun sonu etibarilə hərəkətlənə bilər. Yay ayları, evlilik və münasibət temalı addımlar üçün sizi dəstəkləyən dövrlərdən biri kimi görünür. Eşq, Venera retrosu və uşaqlar 2 oktyabrda Venera sizin eşq və uşaq sahənizdə retro hərəkətə başlayır. Buna görə də oktyabr ayı sizin üçün olduqca maraqlı ola bilər, əziz xərçənglər. Eşq həyatınızda keçmişdə yaşanmış münasibətlər, köhnə dəftərlər, köhnə problemlər yenidən qarşınıza çıxa bilər. Lap çox əvvəllər tanıdığınız biri ilə yolunuzun yenidən kəsişməsi də mümkündür. 14 noyabra qədər eşq və uşaq mövzularında çox önəmli qərarlar almamağa, xüsusilə də riskli yatırımlar və spekulativ işlərdən uzaq durmağa çalışın. Pul alış-verişlərində də balanslı davranmanız lazım olacaq. 24 oktyabrda Merkuri də eyni sahədə retroya düşəcək. Buna görə oktyabrı daha da kritik edir. Bu səbəbdən oktyabr və noyabr ortasına qədər yaşadığınız hadisələri yaxşı müşahidə edin. Ani qərarlar yerinə gözlə və izlə modunda qalmaq daha faydalı olacaq. Merkuri və Venera düzəldikdən sonra eşq həyatınız və uşaqlarınızla bağlı verməli olduğunuz qərarları təkrar dəyərləndirə bilərsiniz. Sağlamlıq və ilin sonu. Sağlamlıq baxımından Jüpiterin dəstəyi sizin yanınızdadır. Buna görə bu il çox böyük və ağır sağlamlıq problemləri ilə qarşılaşma ehtimalınız aşağı görünür. Yenə də 17 may, 1 iyun tarixləri arasında həm ruhi, həm fiziki olaraq bədənin dediklərinə qulaq verməyi unutmayın. Orqanizminiz yavaşla deyirsə, özünüzü məcbur etməməyə diqqət edin. 6-20 dekabrdan etibarən ilin sonunu ümumi check-up, yoxlama və analizlər üçün dəyərləndirə bilərsiniz. Beləcə 2026-sını sağlamlıq baxımından da iç rahatlığı ilə bağlama imkanı tapa bilərsiniz. Ümumilikdə göy üzü sağlamlıq mövzusunda sizi çox sıxmayan, daha çox dəstəkləyən bir tablo təqdim edir. Umarım bu şərh xoşunuza gəldi, əziz xərçəng və yüksələn xərçənglər. 2026-nın şans və imkanların qarşınıza çıxdığı, siz addım atdıqca bu fürsətləri dəyərləndirdiyiniz və zəhmətinizin bəhrəsini aldığınız bir il olmasını arzuluyuram. Qəlbinizin gözəlliyi ilə uyğun, möhtəşəm bir il olsun. Mutlu, huzurlu və bərəkətli illər.